Salam. Dərinizin altındakı o mürəkkəb. Heç düşünmüsünüz bir ömür boyu orada necə qalır? Gəlin bugün dərimizə yazılan o hekayələrin, yəni tatuajların arxasındakı həm sənəti, həm də elmi birlikdə açaq. Gözəl sözdür, elə deyilmi? Bəli, min illərdir ki, tatuajlar bir ifadə formasıdır. Amma dərinizin altında bioloji səviyyədə tam olaraq nə baş verir? Tatuajı tam anlamaq üçün gəlin əvvəlcə onun çəkildiyi o canlı kətanı, yəni elə öz dərimizi biraz yaxından tanıyaq. Yaxşı, gəlin birbaşa məsələnin dərinliyinə enək. Bu sənət əsəri necə olur ki, bir ömür boyu bizimlə qalır? Bunun arxasındakı elmə baxaq. Sual sadədir, elə deyilmi? Tatuajlar niyə qalıcıdır? Və cavab əslində dərimizin öz quruluşunda gizlənib. Hər şey onun təbəqələrindədir. Baxın, dərimizin içi əsas qatını düşünün. Üstəki epidermis, bu daim yenilənən, tökülən qatdır. Tatuajı bura vursaydıq bir neçə həftəyə yox olardı. Amma iynə bu qatı keçir və mürəkkəbi birbaşa altındakı sabit, dərin qata, yəni dermisə yeridir. Məsələnin bütün sirri də elə buradadır. İndi isə ən maraqlı hissə gəlir. Bədəniniz bu mürəkkəbi bir təhlükə, bir yad cisim kimi görür və dərhal immun sisteminin əskərləri, yəni makrofaqlar onu udmaq üçün ora hücum çəkir. Amma bir amma var. Mürəkkəb zərrəcikləri bu hüceyrələri məhv edə bilməyəcəyi qədər böyükdür. Nəticədə nə olur? Mürəkkəbi udmuş o hüceyrələr elə dermis qatında ilişib qalır, hərəkətsiz vəziyyətdə. Yəni bir növ sizin tatuajınızı yerində saxlayan elə öz immun sisteminizin bu reaksiyasıdır. İnanılmazdır, deyilmi? Yaxşı, mürəkkəbin dərimizdəki evini öyrəndik. İndi isə gəlin o kətan üzərində yaradıla biləcək sənətə baxaq. Hansı növ və üslublar var? Məsələn, müvəqqəti və qalıncı tatuajlar. Bunların arasındakı fərq əslində çox sadədir. Hər şey rəngin dəridə nə qədər dərinə getməsindən asılıdır. Biri üst qatda qalır və tökülür, digəri isə dərinlikdə əbədi olaraq yaşayır. Tatuaj sənəti demək olar ki, sonsuz bir üslublar dünyasıdır. Gəlin ən qədim və fundamental olanlarından biri ilə başlayaq. Tribal. Bu, sadəcə bəzək deyil, Bu qalın, qara xətlər çox vaxt mənsubiyyət, güc və ya status simvolu olub. Sonra gəlir Kelt üslubu. Burada isə sonsuzluğu və həyat dövranını təmsil edən o mürəkkəb, bir-birinə hörülmüş düyünləri görürük. Hər bir xət, hər bir spiral sanki bir hekayə danışır. Biraz daha müasir cəryanlara keçsək, qarşımıza biomexanika çıxır. Bu, sanki elmi fantastika filmlərindən fırlayıb dərimizə qonub. Dərinizin altında pistonlar, naqillər, mexaniki hissələr işləyirmiş kimi inanılmaz bir illüziya yaradır. Və əlbəttə ki, realistik portret üslubu. Bu artıq tamam başqa bir səviyyədir. Sadəcə şəkil çəkmək deyil, yox. Bu, kölgələr və detallarla bir insanın və ya heyvanın ruhunu dəriyə həkk etməkdir. Doğrudan da əsl sənətkarlıq tələb edir. Yaxşı, üslubları gördük. İndi isə gəlin iynənin rəqsinə, yəni prosesin özünə baxaq. Bir dizayn kağızdan dəriyə necə köçürülür? Və bəlkə də ən vacibi, təhlükəsizlik niyə bu qədər həyati əhəmiyyət daşıyır? Müasir tatuaj prosesi əslində bir neçə mərhələdən ibarət çox diqqətli bir ritual kimidir. Hər şey dizaynın dəriyə trafaletlə köçürülməsi ilə başlayır. Sonra həmin nahiyə tamamilə dezinfeksiya olunur və nəhayət usta tatuaj maşını ilə mürəkkəbi dəqiq şəkildə dermisə yeridir. İş bitdikdən sonra isə düzgün sağlanmaq üçün qulluq təlimatları verilir. Hər addım çox vacibdir. Baxın, bu məqam çox kritikdir. Çünki dəri səthi pozulur, yəni hər tatuaj əslində müvəqqəti bir açıq yaradır. Məhz buna görə də steril iynələr, əlcəklər, avadanlığın sterilizasiyası, bu qaydalar sadəcə tövsiyə deyil, infeksiyanın qarşısını almaq üçün həyati bir zərurətdir. Ustanın işi bitdikdən sonra məsuliyyət sizin üzərinizə keçir. Sonrakı qulluq ən az prosesin özü qədər vacibdir. Tatuajı təmiz saxlamaq, günəşdən və sudan qorumaq, qabıqları qoparmamaq, bütün bunlar tatuajın düzgün sağalması və rənglərinin canlı qalması üçün şərtdir. Amma hər sənətdə olduğu kimi, burada da müəyyən risklər var. Gözəl görünə bilər, amma tatuajlar tamamilə risksiz deyil. Gəlin indi potensial fəsadlara və yan təsirlərə bir nəzər salaq. Ümumiyyətlə, riskləri iki böyük qrupa ayıra bilərik. Birincisi, yoluxucu risklər. Bunlar adətən qeyri-düzgün gigiyenadan qaynaqlanır, bakterial və ya viral infeksiyalar kimi. İkincisi isə qeyri-yoluxucu risklərdir ki, bunlar birbaşa bəbənin mürəkkəbin özünə verdiyi reaksiyalardır.
Və bu qeyri-yoluxucu reaksiyalar bəzən çox təəccüblü ola bilir. Məsələn, bədənin mürəkkəbi reaksiyası tatuajdan illər sonra da başlaya bilər. Xüsusilə qırmızı pigmentlərə qarşı yaranan allergiyalar, dəridə kiçik qabarıqların əmələ gəlməsi, hətta bəzi hallarda MRT müayinəsi zamanı yanma hissi, bütün bunlar əslində immun sisteminizin dərinizdəki o yad cisimlə illərdir davam edən münasibətinin bir nəticəsidir. Yaxşı, hər şey gözəldir, alma. Bəs fikrinizi dəyişsəniz, bir zamanlar sevdiyiniz o dizayn artıq sizə heç nə ifadə etmirsə, beləliklə bir tatuaj hekayəsinin son fəslinə gəlib çatırıq, silinmə. Bəli, tatuajlar qalıcı olmaq üçün dizayn edilib, amma müasir texnologiya bu əbədi anlayışına bir növ meydan oxuyur. Ancaq bir şeyi unutmayaq, mürəkkəbi dəridən təmizləmək, onu dəriyə yerləşdirməkdən qat-qat daha çətin, daha bahalı və daha ağrılı bir prosesdir. Bunun üçün bir neçə üsul var əlbəttə. Ən populyarı lazerlə silmədir ki, mürəkkəb zərrəciklərini parçalayır, amma cərrahi yolla kəsib götürmək, dərini xüsusi alətlərlə sanki zımparalamaq, yəni dermabraziya kimi daha aqressiv metodlar da var. Və təbii ki, ən sadə variantlardan biri də köhnə tatuajın üstünü yeni biri ilə örtməkdir. Bütün bunlar isə bizi son, biraz da fəlsəfi bir suala gətirib çıxarır. Daim dəyişən bədənimizdə, daim dəyişən həyatımızda qalıcı sənətin əsl mənası nədir? Hər tatuaj bəlkə də dəyişikliklərlə dolu bir ömürdə zamanın bir anını dondurub saxlamaq cəhdidir.